Deməli, danışacağıq nədən? Böyük coğrafi kəşflərdən. Bəli. Böyük coğrafi kəşflər dedik ki, hansı əsrlərə əhatə eləyəcək? 15 və 17-ci əsrlərin ortaları. Bəli, 15-ci əsrin ortalarından 17-ci əsrin ortalarına kimi olan dövrü əhatə eləyəcək. Düzdürmü? Bəli. Biz dedik ki, böyük coğrafi kəşflərdən əvvəlki dövr hansı dövr idi? Orta əsrlər dövrü. Orta əsrlər dövrü Avropada elm neyləmişdi? Mən biraz deyəm. Ləngimişdi, zəifləmişdi, insanlar arasında cahillik çoxalmışdı. Düzdürmü? Bəli. Amma böyük coğrafi kəşflər dövründə Ərəblərə mənimcə yox. sağ ol, ön plana ərəblər çıxmışdı əsən. Amma böyük coğrafi kəşflər dövründə isə, yəni 15-ci əsrdən sonra Avropa dövlətlərində dövlətlərin iqtisadi gücünün artması, manufakturaların, yəni sex, fabrik kimi istehsal müəssisələrinin sürətlə artması, istehsalın artması bir sıra Avropa ölkələrində nəyə ehtiyac duydurdu? Yeni xam mal mənbələrinə. Çünki biz dedik ki, əsasən Avropa tacirləri xam mal gətirdikdə və yaxud ticarət elədikdə hansı yol vasitəsilə gedirdilər ticarətə? İpək yolu. İpək yolu vasitəsilə. İpək yolu nə üçün İpək yolu adlanır? Çünki orada əsas ticarət nədən ibarət idi? İpəkdən. İpəyin alverini eləyirdilər. Aydındır? Və Avropa tacirləri başladılar alternativini axtarmağa, xam mal mənbəsi üçün yol axtarmağa. Təbii ki, xam mal mənbəsi harda idi? Hindistanda. Hindistana nə yol axtarmağa başladılar? Dəniz yolu. Dəniz yolu, bəli. Çünki Hindistana quru yolla getmək sərf eləmirdi. Bu yolların üzərində o dövrdə iqtisadi qüdrətini yaşayan Osmanlı dövləti yerləşirdi. Osmanlı dövlətdə yüksək məbləğdə nə alırdı onlardan? Vergi. Bəli, ay sağ ol, gömrük pulu. Onun üçün də Avropa dövlətləri başladılar hara dəniz yolu axtarmağa? Mənim qərb Hindistana. Hindistana. Ay malades, Hindistana. Bəli, düppələm düz. Deməli, yadımızda saxlayacaq, Hindistan yarımada dövlətdir. Asiya qitəsinin ölkəsidir. Aydındır? Aha. Deməli, Hindistana ilk olaraq dəniz yolu axtarmaq üçün çıxan səyyahımızın adı Bartolomey Diaşdır. Qeyd eləməmişəm, Bartolomey Diaşı qeyd dəftərimizə yazaq. Yaxşı. Aha, qeyd eləyək. Necə yazım mən? Yaz. Bartolomey Diaş. Bartolomey Diaş. Bartolomey Diaş. Bartolomey Diaş. Bəli. 1488-ci ildə Bəli. Avropadan Hindistana Bəli. dəniz yolu axtarmaq məqsədi ilə ilk ekspedisiyaya başçılıq edib Bir dəqiqə çox üzr istəyirəm. buyur. İlk ekspedisiyaya başçılıq edib. Ayso. Qeyd elədik mi? Bəli. Əla. Amma deməli bax, diqqət eləsən, bu hissədə göstərmişik. Bartolomey Diaş Avropadan çıxıb Afrikanın cənubuna doğru hərəkət eləyib. Lakin Afrikanın cənubunda nə edib? Fırtınaya düşüb. Və geri qayıtmağa məcbur olub. Lakin bura kimi gəlib çatmağın
bir ümid olduğunu deyərək Afrikanın cənubunu nə burnu adlandırıb? Ümid burnu. Kim adlandırıb? Bartolomey Dias. Bartolomey Dias neçənci ildə çıxıb ekspedisiyaya? 88-ci ildə. Ay, sağ ol. Avropadan Hindistan'a dəniz yolu axtarmaq məqsədi ilə çıxan ilk ekspedisiyadır. Bartolomey Dias'ın ekspedisiyası. Aydındır? Bəli. Bəs 1492-ci ildə Amerikanı kəşf eləyən, lakin buranın Hindistan olduğunu zənn eləyən səyyah kimdir? Əlbəttə ki, Kolumb. Christopher Kolumb. Bəli, düppələn düz. Kolumb Hindistana neçə dəfə Hindistan nə idi? Mən nə Kolumb kimi çaşdım. Kolumb Amerikaya neçə dəfə səyahət eləyib? Deyəsən 3 dəfə mənim. 4 dəfəsində səyahət eləyib. Aydındır? Bəli. Və gəlib burada hansı adalara çatıb Kolumb? 3 dənə ada adı dedik biz. Xəritədə də hətta qeyd elədik. Bir dəqiqə, mənim yadımdan çıxıb. Kuba, Baham, Haiti. Bəli, mən dəstə yazmamışdı onu. Təkrar elə hələ. Kuba, Kuba, Baham, Baham, Haiti. Haiti. Aysa qeyd dəftərinə biz qeyd elətdirdik ha. Sarqas dənizini, Karib dənizini, Meksika körfəzini, Kuba, Baham, Haiti adalarını Kolumb nə edib? Kəşf edib. Və Kolumb bu ərazilərini adlandırıb. Hindistan. Bəli, West Hind, yəni Qərbi Hindistan. Burada yaşayan yerdə əhalini isə nə adlandırıb? Hindular. Hindu adlandırıb. Bu əslində Kolumbun böyük səhvi idi. Və Kolumb ömrünün axırına kimi buranın Hindistan olduğunu bilməmişdi. Sadəcə zənn eləmişdi ki, dünya küre olduğu üçün qərbə doğru hərəkət eləyib Hindistana çatmaq mümkündür. Lakin Kolumb dünyanı çox balaca fikirləşirdi deyə o bu səhvə gəlib çıxmışdı. Bəli. Ay sağ ol. Deməli, Mən sonra desəm Amerika və ay sağ ol. Kolumbu da Christopher Kolumbu da bildik. Kolumbla bağlı bir çətinliyimiz də qalmadı. Düzdürmü? Bəli. Deməli. Daha sonra Amerikanı rəsmi olaraq müstəqil materik, yeni torpaq olması fikrini kim söyləyib? Amerigo Amerika Vespucci. 1498-ci 8-ci ildə, sağ ol. Amerigo Vespucci İtalyan səyyahı idi. Deməli, İtalyanlarda belə deyə də dillərində tema vardır ki, 2 dənə hərfi yan-yana işlətməyi sevirlər. Vespucci, Guzzi, Pizza. Aysa, Vespucci haralı olub? İtalyan olub. Və bu ərazilərin Hindistan yox, müstəqil materik olduğu fikrini söyləmişdi. Hətta Amerigo Vespucci'yə dair kitabda var. 4 dəniz səyahətidir kitabın adı. 4 dəniz səyahəti. Və Amerika qitəsini nə adlandırıb? Amerika qitəsini Yeni Dünya. Yeni Dünya. Bəs Amerikanın kəşfinə qədər məlum olan ərazilər nə adlanır? Hindistan. Köhnə Dünya. Köhnə Dünya. Bəli, köhnə dünya. Amerikan dilsi. Köhnə dünyanın köhnə dünya hansı materiklərə aiddir? Və yaxud hansı qitələr? Avropa, Asiya, Şimali Afrika. Asiya, Şimali Afrika köhnə xəritələrdə necə adlandırılırdı? Libiya. Əhsən, malades. Deməli, və Amerikanın adı hansı səyyahın adı ilə adlandırılıb? Amerika Vespucci. Amerigo Vespucci'nin. Əhsən, malades. Daha sonra Antarktida ilə Avustraliyanın Yeni Dünyaya aidiyyatı var? Bəli. Yox. Yeni Dünya ancaq aiddir Amerikaya. Nöqtə. Yeni Dünya bərabərdə Amerika. Nöqtə. Sonra kəşf olunsa belə Yeni Dünya anlayışı ancaq Amerikaya aiddir. Aydındır. Ay sağ ol. Deməli daha sonra bu torpaqların kəşfi Amerikanın nəyinə səbəb oldu? İnkişaf. Amerikanın deyil də Avropa dövlətlərinin inkişaf eləməyinə səbəb oldu. Yeni xammal mənbələrinin, iqtisadi və siyasi cəhətdən yeni müstəmləkələrin ələ keçirilməsi və Avropa ölkələrinin indiki inkişafı məsələ bu müstəmləkələrin ələ keçirilməsi ilə bağlı idi.
Aydındır. Bəli. Və yeni dünyadan köhnə dünya, köhnə dünyadan yeni məhsullar gətirilməyə başladı. Məsələn, Bitkilər. az sağ ol. Məsələn, xırdabuynuzlu və iribuynuzlu heyvanlar yeni dünyadan gətirilib yoxsa köhnə dünyadan gedib? Köhnə dünyadan getdi. Az sağ ol, köhnə dünyadan gedib. Sonra məsələn, taxıl bitkisi də köhnə dünyadan gedib. Bəli. Bəs tütün Xeyr. oradan gəlib. Ay malades. Kartof, Oradan gəlib az. kartofdur, pomidor. Kakao bizdən gedib yoxsa qəhvə? Qəhvə deyəsən bizdən gedib. Asa, bayadında saxla. Bizim yanımızda kimdir? Türkiyəlilər. Türkiyəlilərindən sevdiyi içki nədir? Kahve, qəhvə. Deməli qəhvə bizdən gedib. Kakao isə oradan gəlib. Əla. Malades. Plusdakı yeni dünyanın kəşfi ilə ticarət Aralıq dənizinin sahillərindən çıxıb dünya okeanına daha geniş ərazilərə nə etmişdi? Yayılmışdı. Getmişdi. Bəli, yayılmışdı. Bəs Afrikanın cənubundan dolanaraq Hindistana dəniz yolunu kəşf edən kim oldu? Vasco da Gama. Ay, sağ ol, malades. Vasco da Gama olmuşdur. Neçənci ildə Vasco da Gama səyahət eləmişdi? Mən 1519-cu ildə. 1498. Amerika 1500 Vespucci daxil. elə 1498-də həm Vespucci-də, həm də Gamada. Bəli. Aydındır. Amma 1519-1522-ci ildə dünyada ilk dəfə nə baş verib? Fernando, mən dünya səyahəti. Ay, malades. İlk dünya səyahəti Fernando Mən Filippin adalarda Magellan, Magellan'ı yemişdim bəli. və onun Juan'a şagird davam etdi. deyəcəyindi. Hissə gələk. Juan Sebastian Elcano idi. Magellanın dünya səyahəti eləməkdə məqsədi nə idi? Mən yeni torpaqlar axtarışında idi. Hindistana qərbdən yol axtarmaq məqsədində idi. Çünki Ha, biz bəli. dedik ki, bəli, Portuqaliya ilə İspaniya arasında müqavilə imzalandı. Portuqallılar şərqə doğru, İspanlar isə qərbə üzməli idilər. Magellan da İspan ekspedisiyasına başçılıq eləmişdi. Qərbə doğru üzərə Hindistana dəniz yolu axtarmaq məqsədi ilə çıxmışdılar. Bəli. Və onlar Cənubi Amerikanın cənubundan dolanaraq hansı adaya rast gəldilər? Mənim Avstraliya Ada. Odlu Odlu torpaq adası. Atlas'a aç. Atlas'da Cənubi Amerikanın fiziki coğrafi xəritəsini aç. Bir dəqiqə. Buyur. Mənim haranın Cənubi Amerika. Cənubi Amerikanın fiziki coğrafi xəritəsini, bəli. Mən açdım. Aysa. Cənubi Amerikanın lap aşağısına diqqət elə. Bəli. Odlu torpaq adası Odlu gördün. torpaq. Aysa, orada da Magellan Bəli. boğazı yazılıb. Boğaz biz dedik ki, iki su sahəsini birləşdirən, iki quru sahəsini ayıran nədir? Su hövzəsidir. Magellanın keçdiyi boğazın adı Magellan boğazı, amma adlandırdığı ada isə adlanıb nə? Odlu torpaq adası. Magellan boğazından keçəndən sonra hansı okeana çıxdı? Sakit okeana. Dünyanın ən böyük okeanı. Və Magellan Sakit okeanını da elə nə adlandırdı? Pasifik okean. Pasifik və yaxud Sakit okean adlandırdı. Ay, sağ ol. Magellanın buranı Sakit okean adlandırmasının səbəbi nə idi? Mənim sakit olması idi. Aysa, Əslində heç mən bir təbii Pasifik- fəlakətə rast Biraz gəlməmişdi. Ay, sağ ol. Magellanın bəxti gətirilmişdi. Bax, xəritəni görə bilirsən. Bəli, mən Bax, Magellan İspaniyadan çıxmışdı. Üzə gəlmişdi Atlantik okeanı ilə cənuba. Gəlmişdi burada Magellan boğazından keçmişdi. Odlu torpaq adasını adlandırmışdı. Elə Odlu torpaq adası. Odlu torpaq adasından keçib çıxmışdı hansı okeana? Sakit okeana. sakit Və okeana, yaxud Pasifik okeana. digər adı ilə Pasifik okean. Sakit okean dünyanın ən böyük nə idi? Okeanıdır. Okeanıdır. Sakit okean bütün materiklərin sahilini yuyur, bir dənə Afrikadan başqa. Və Sakit okeandan çıxıb üzü şimala doğru üzərək gəlib hansı adalara çatmışdılar? Mənim o kitabda yazılmamış. Filippin adalarına. Hə, mən də orada Asım. yemişdim. Filippin adalarında yanında yerləşən Filippin dənizi dünyanın ən böyük nə idi? Adası. Dənizi.
Dəniz necə dünyanın ən böyük adası ola bilər? Hə, Qrənland dedi. yo. Filippin dənizi dünyanın ən böyük nə idi? Dənizidir. Bax bunu da bildik. Dəniz. Dünyanın ən böyük dənizi hansıdır? Filippin dənizi. Filippin derdi. Magellan hansı Rastlaştımsa yadımda kalacak. Az sağ ol. Magellan hansı adalarda öldürülüb? Filippin. Filippin adalarında. Magellan öldürüləndən sonra deməli Magellanın görüb görə biləcəyi 2 dənə okean oldu. Atlantik okean, bir də Sakit okean. Bəli. Magellan öldürüləndən sonra ekspedisiyadan qalan heyətə kim başçılıq elədi? Juan idi adı. Juan Sebastian Elcano və yaxud qısaca Juan Elcano. Juan Elcano Hind okeanı ilə üzərə gəldi çıxdı hara təzədən İspaniyaya. Və Magellan Her şey subut etti. sağ ol, nəyi sübut elədi? Yerin kürə formasında olmasını və vahid nəyi? Necə? Vahid dünya okeanını sübut elədi. Aydındır? Ay sağ ol. Vahid dünya okeanını sübut elədi. Deməli, daha sonra yerin kürə formasında olması fikrini ilk dəfə kim söyləmişdi? Mənim Pifagor. Ay malades. Pifagor sadəcə demişdi ki, həndəsi cisimlərin ən mükəmməl kürədir deyə. Yerdə nədir? Kürədir. Kürə adlandırmışlar. Amma yer kürəsinin elmi cəhətdən kürə formasında olmasını kim sübut eləmişdi? Aristotel. Əyani cəhətdən kimin ekspedisiyası sübut eləmişdi? Magellanın ekspedisiyası. Magellan. Juan Sebastian Elcano sadəcə davam elətdir. Ona görə də ekspedisiyanın kişi ölsə də biz deyirik ki, Magellan ekspedisiyası. Magellan. Ay sağ ol. Aydındır. Magellanın qəbri günün bugünkü gününə qədər qalır Filippinlərdə. Üstündən nə qədər keçib? 500 il keçib, düz. Deməli, Magellan ekspedisiyasında bildik. Magellan ekspedisiyasında nə öyrəndik? Dünyanın ən böyük okeanı Sakit okeandır. Dünyanın ən böyük dənizi Filippin dənizidir. Filippin dənizidir. Dünya əyani cəhətdən kürə olduğu sübut olundu və vahid dünya okeanının olduğu sübut olundu. Magellan 2 dənə okeanda oldu. Sakit, Atlantik. 2 dənə okeanda olmadı. Hind, Şimal buzulda olmadı. Aydındır? Ay sağ ol. Deməli, bunu da bildikdən sonra görək orada nəyimiz var bilmədiyimiz. Deməli. Magellan ekspedisiyasını biz görə bilirik də qırmızı oxlarla göstərilib. Magellan ekspedisiyası Atlantik okeanından üzərək gəlib cənuba doğru odlu torpaqla Cənubi Amerika materikini ayıran Magellan boğazından keçib daxil olub Sakit okeana. Daha sonra gəlib çıxıb Filippin adalarına. Filippin adalarında öldürüldükdən sonra Elcano onun ekspedisiyasını başçılıq eləyib Hind okeanından Atlantik okeanına keçərək İspaniyaya qayıdıb. Aydındır? Bəli, Vasco da Gama'nın səyahət istiqaməti isə bax, ikinci oxdur. Afrikanın cənubu ilə dolanaraq gəlib çıxıb hara? Hindistana. Vasco da Gama. Bəli, daha sonra Christopher Columb və Amerigo Vespucci'nin ekspedisiyası ilə yaşıl oxla göstərilib qərbə doğru üzərək gəlib çıxıblar Şimali Amerikaya. Aydındır? Ay sağ ol. Daha sonra dünyanın ən kiçik materiki hansıdır? Materiki. Aha. Einstein. Nə bilməm. Avustraliya. Ay malades, Avstraliyadır. Xəritəndə Avstraliyanın fiziki coğrafi xəritəsinin aç atlasında. Avstraliyanın fiziki Antarktida ilə bir xəritədədir. Cənubi Amerikanın arxasına bax, elə oradadır. Avrasiya deməli. Avstraliya. Cənubi Amerikanın arxasına bax, oradadır. Tapmışdım. Mən tapdım. Ay sağ ol. Deməli, Avstraliyanın bir dənə şimalına, düz yuxarısına bax, orada yazılıb Arafur dənizi. Bax, mən də gördüm. Qırmızı oxlarla iki dənə. Arafur dənizi.
Arafur dənizin bir dənə yumru al, qəşəngcə. Bəli. Aldım. Deməli, ilk dəfə Avropalılar neçənci ildə gəliblər Avstraliyanın sahillərinə və hansı səyyah? Mən bir dəqiqə. William Yanson. Hə, mənim Yanson idi. Bəli, 1606-cı ildə ilk dəfə Avstraliya sahillərinə gələn Avropalıdır. Haraldı? Hollandiyalıdır. Aydındır? Hollandiyalı. Ay, sağ ol. William Yanson haraldı? Hollandiyalıdır. Arafur dənizini keçib gəlib Avstraliyanın sahillərinə. Deməli, bu hissədə bura adlanır Zond arxipelağı. Burada adalar çox olduğuna görə William Yanson elə bilib ki, Avstraliyada adalardan biridir. Bəli, mən onun dilimi bəyəxlə çaşdım. Ay, sağ ol. Daha sonra William Yansondan sonra 1642-ci ildə kim gəlib bura? Mənim Tasman. Abel Tasman. Abel Tasman 2 dənə ada kəşf eləyib. Bəli. Hansı adalardır? Tasman adası Yeni Zelandiya. Ay, sağ ol. Bu Avstraliyanın cənubunda Tasmaniya adasının bir dənə dairə al. Cənubuna belə, cənubunda bir dənə ada var. Bəli. Bir də gördün nə? Yeni Zelandiya adası. Ay, sağ ol. Yeni Zelandiya adasını hər ikisini Abel Tasman kəşf eləyib. Avstraliyanın da müstəqil materik olması haqqında fikirlər söyləyib, sübut eləməyib. Ay, sağ ol. Deməli, bunlar da belə getdi. Daha sonra biz indi materiklərin fiziki coğrafiyasında keçəcəyik ki, Avrasiyanın ən ucqar şərq burnu hansıdır? Dejnyov burnu. Dejnyov burnunu da kim kəşf eləyib? 1648-ci ildə elə Sergey Dejnyov. Aydındır? Sonra ay, sağ ol, Rus idi, bəli. Ondan sonra biz keçirik nəyə? Müasir dövrə. Bunu da yoxlamışam. Hə, danışacağıq indi müasir dövr haqqında. Deməli, müasir dövrdə aç bir dənə Şimali Amerikanın fiziki coğrafi xəritəsi. Mən açdım. Ay, sağ ol. Deməli, Şimali Amerikanın fiziki coğrafi xəritəsində, mən də kompüterin ekranında göstərəcəm sənə, telefonumun ekranında. Bu bizim Şimali Amerikamız. Şimali Amerikanın bu hissəsinə, şimal-qərb hissəsinə diqqət elə. Görürsən, Bering dənizi, Bering dənizi. Bir dəqiqə, Bering. Hə, gördüm. Bering dənizin qəşəng bir dənə dairə al. Bəli, Bering dənizi. Yuxarıda diqqət eləsən, Avrasiya ilə Şimali Amerikanı ayıran nə vardı? Bering boğazı. Bəli, onu da dairəyalım. Ay, sağ ol, onu da dairəyal. Deməli, Bering dənizi 2 dənə okeanı birləşdirdi. Hansı okeanlar? Şimal buzlu və sakit okean. Ay, sağ ol. 2 dənə materiki ayırdı. Bəli, Avrasiya və Şimali Amerika. Ay, sağ ol. Deməli, 2 dənə də dənizi birləşdirdi. Elə Çukot dənizi ilə Bering dənizi. Aydındır? Deməli, Beringi də kəşf eləyib kim? Vitus Bering. Aydındır? 1741-ci ildə kəşf eləmişdir. Deməli, daha sonra 3 dəfə dünya səyahət eləyən İngilis dəniz səyyahı kimdir? James Cook. James Cook'dur, bəli, düz. 3 dəfə dəniz səyahəti eləmişdir James Cook. Haraldı James Cook? Bilmirəm. İngilis. Admiraldır. Zabit olub. Hərbçi olub yəni. Aydındır? Deməli, biz dedik, Yeni Zelandiya adasının müstəqil adı olduğunu kim söyləmişdir? Kim ispat eləmişdir? Tasman. Abel Tasman. Amma Yeni Zelandiyanın 2 dənə müstəqil adadan ibarət olmasını isə sübut eləyib James Cook. Bəli, Yeni Zelandiya fikir ver, 2 dənə adadan ibarətdir. Gördün? Bəli. Onların ortasında da onları ayıran boğaz nədir? Cook boğazı.
Elə Yeni Zelandiyada Sakit Okeanın hissəsidir. Sakit Okeanda yerləşən adadır. Və Avstraliya materikinin müstəqilliyini də kim sübut eləyib? James Cook James Cook neçə dəfə dünya səyahət eləyib? 3 dəfə. James Cook harda öldürülüb? Yeni Zelandiyada. James Cook da Magellan kimi Havay adalarında öldürülüb. O da adalarda öldürülüb. Magellan Filippində, James Cook Havay. Bax, Sakit Okeanın düz mərkəzində Havay adaları var. ABŞ-a aiddir. Dəftərinə qeyd elə. Şimal. James Cook James Cook. Bəli. Sakit Okeanda yerləşən Sakit Okeanda yerləşən Havay adalarında öldürülüb. Bəli. Aç. Deməli, James Cook Sakit Okeanda yerləşən Havay adalarında öldürülüb. Havay adaları da hal-hazırda Amerika Birləşmiş Ştatlarına məxsusdur. Aç. Deməli, James Cook biz dedik İngilis dəniz səyyahıdır. 3 dəfə dünya səyahət eləyib. Avstraliya materikinin müstəqilliyini sübut eləyib. Yeni Zelandiyanın 2 dənə adadan ibarət olmasını söyləmişdir, sübut eləmişdir. Antarktida sahillərinə gəlib James Cook. Və Antarktidanı da kəşf eləmək istəyib. Lakin qalın geyimləri olmadığından, hava soyuq olduğundan geri qayıtmağa məcbur olublar. Bəli. Deyəsən o Avstraliyaya gələndə Hə, bir dənə heyvan görüb. Deyib bunun adı nədir? kenguru. Aysa. Avstraliyada qayıdıb deyib ki, mən səni başa düşmürəm. Kenguru deyib, o elə bir Mənası heyvan da adı. aborigenlərin, Avstraliyalıların dilində mən səni başa düşmürəm deməkdir. O da elə bilib ki, bu heyvanın adı kengurudur. Elə kenguruda qalıb. Kenguru da Avstraliyaya xas heyvandır. Bəli. Müəllim demiş bir dəfə Hə, yadımda. hətta dünya turizmində belə maraqlı fakt var. Bəzən turistlər istirahətə gedəndə Avstraliya ilə Avstriyanı səhv salırlar. Gedirlər Avstriyaya. Avstriyalılar da bütün turizm obyektlərində Avstriyada, Avropada Alman dövlətdir, Alman mənşəli dövlətdir. Avstriyada hər tərəfə yapışdırıblar ki, burada kenguru yoxdur. Bura Avstraliya deyil, bura Avstriyadır. Bəli. Hə, belə maraqlı faktlar var. Deməli, James Cook da öldürüldü Havay adalarında. Havay adaları yerləşir Sakit Okeanda, məxsusdur kimə? Amerika Birləşmiş Ştatlarına. Amerika Birləşmiş Ştatları. Hə, Trump'ın dədəsinin malıdır. Deməli, daha sonra bunları da bildik. 3 dəfə dünya səyahət elədi. Deməli, biz dünya səyahət eləyən kimləri bildik? Magellan, Magellan, James Cook James Cook, və dəniz qulduru. Yazmışıq onu. Xeyr, mən ona siz izahda desən vermişdim. Hə, dəftərədəcə qeyd eləyək. Neydi onun adı? Yadımdaydı, yadımda. Francis Drake. Dəniz qulduru Francis Drake. Dəniz qulduru Francis Drake. Nə? Dəniz qulduru Francis Drake yolunu azaraq dünya səyahəti edib. Yol nazıb dünya səyahəti eləyib. Deməli, bax, bir dənə fikir ver. 3 dəfə səyahət edib. 3 dəfə səyahəti Magellan, James Cook, Francis Drake. İndi birini də deyəcəyik. Deməli, bax, Cənubi Amerikanın fiziki coğrafi xəritəsini aç. Hə, aç sağ ol. Odlu Torpaq adasından da cənuba bax, yazılıb nə boğazı? Odur. Magellan boğazı bu. Cənuba bax, cənuba aşağı.
boğazı. Ay, sağ ol. Deməli Drake hardan keçib? Drake Sakit Okean. Drake boğazından, Atlantik okeanından Sakit okeana keçib o da. Onun da keçdiyi yer adlandırılıb Drake boğazı. Deməli indi Drake boğazı haqqında qəşəng bir dənə qeyd yazacağıq. Yazaq. Drake boğazı. Drake boğazı. Drake boğazı. Bəli. Dünyanın ən enli Dünyanın ən enli Dünyanın ən enli və ən dərin boğazıdır. Ən enli və ən dərin boğazıdır. Bəli. Qeyd elədik. Bəli. Ay sağ ol. Deməli, Drake boğazı hansı okeanları birləşdirdi? Sakit və Atlantik. Malades, Magellan boğazı kimi. Drake boğazı hansı materiklərə ayırdı? Cənubi Amerika. Amerika və buzlu materikimiz hansıdır? Afrika. Afrikada buz var. Buzlu Hə. və Antarktida. Antarktida, ay sağ ol. Yaxşı. Deməli, Antarktidanın endemik heyvan hansıdır? Pingvin. Pingvinlər, ay malades. Antarktidada qütb ayları yaşamırlar da. Yaxşı, ağaylar yaşamırlar. Ağaylar Arktikada yaşayırlar. Şimal buzlu okeanın buzunun üstündə. Bəli. Ay sağ ol. Deməli, Drake də bildik. Ondan sonra bura kimi qaranlıq bir məqamımız yoxdur ki, hələ ki. Xeyr mən. Lap yaxşı, şükür Allah. Deməli, ondan sonra gəldik danışacağıq Alexander Humboldt. Alexander Humboldt'u nə ilə yadda saxlayırsan? Bahalı saatlar var, brand saatlar, Humboldt. Mən boxdan yadda saxlayırdım. Aysa Humboldt. Deməli, Alexander Humboldt'a biz deyəcəyik Amerikanın ikinci Kolumbu. Amerikanın ikinci Kolumbu ona görə deyəcəyik ki, deməli bunun Amerika qitəsində əziyyətləri olub da, elmi fəaliyyətləri olub. Ona görə bu kişiyə deyirlər Amerikanın ikinci Kolumbu. Alexander Humboldt da 1799-1804-cü ildə olub Alman təbiətşünası. Fransız geobotaniki Emily Bonaplanla birlikdə nə qayırıb? Gəlib Cənubi Amerikanı, bu hissəni, Cənubi Amerikanı, sonra Mərkəzi Amerikanı, West Ind adalarını, yəni Baham, Kuba, Haiti adalarını, Ant dağlarının və Meksikanın ilk geoloji xəritəsini tərtib edib. Bu adam belə işlər görüb burada. Ona görə buna nə deyirlər? Amerikanın ikinci Kolumbu. Az sağ ol. Sonra misyoner bilirsən nə deyirlər acı? Xeyr. Misyoner xristianlığı yayan. İstəyirsən nə qeyd dəftərinə yaz. Misyoner xristianlığı yayan. Misyoner. Hristiyanlığı yayan. Ay sağ ol. Xristianlığı yayan din xadimlərinə nə deyirlər? Misyonerlər. Dil. Qadim. Deməli bu Avropa dövlətləri müstəmləkələr ələ keçirdəndən sonra oradakı faydalı qazıntıları çıxartmağa, bitkiləri əkməyə, plantasiyalarda işləməyə nə aparmalıydılar? Kölə, qul. Qulları da kimlərdən seçərlər səncə? Afrikalılardan. Ay sağ ol. İndi bu Avropalılar Afrikalıları din adı ilə aldadıb tabe etmək məqsədi ilə ora xristianlığı təbliğ eləmək üçün misyonerlər göndərərlərmi? Bəli. Göndərərlər, canını da alırlar, o əndə keçərlər. Deməli, Afrikaya ilk gələn kim olub? Afrikaya gediblər, amma misyoner. David Livingstone. David Livingstone, bu da bu kişidir. Sol tərəfdə şəkil olan kişidir. Deməli, Livingstone nə edir? Bax, indi açaq Afrikanın fiziki coğrafi xəritəsini. Afrikanın fiziki xəritəsini. Avrasiyanı bir dənə çevirəcəksən belə, Afrikanın fiziki xəritəsidir.
Ay sağ ol. Deməli nə edib bu kişi? Kongo çayın, Zambezi çayın, Nyasa və Tanganyika göllərin kəşf edib. Bax, Afrikanın düz mərkəzinə bax görəcəksən Kongo çayı. Ekvatorun kəsdiyi yerə bax. Kongo hövzəsi. Göstərirəm. Ay sağ ol. Kongo. Haralayayım eli. Ay sağ bir dənə dairələ getsin. Kongonun da yerin bildiyi. İndi Allah qoysa bunu gələcəkdə keçəndə yadıma düşəcək müəllim. Mən bunun yerini bilirəm. Nə olsun bunu demişdiniz. Bəli. Kongo. Zambezi. Bax, Kongonun ekvatoru 2 dəfə kəsdi, gördün? Bir dəfə burada kəsdi, bir dəfə burada. Ondan sonra biraz aşağı gəl. Zambezi çayı. Madagaskar adasının yanına bax. Bax bu Madagaskar adasıdır. Madagaskar adasını gördün? Afrikanın ən böyük adasıdır. Madagaskarı bir dənə dairəyə al, qəşəng. Aldım. Madagaskarı Afrikadan ayıran boğazın adı nədir? Gözdə Nə yazır? Mozambika. Mozambik. Ay sağ ol, Mozambik. Mozambik dünyanın ən uzun boğazıdır. Dünyanın ən enli və ən dərin boğazın bildiyi Drake'dir. Dünyanın ən dərin boğazlı, ən uzun boğazı hansı oldu? Mozambik. Mozambik. Ay sağ ol, dəftərimizə qeyd eləyək. Mozambik boğazı dünyanın ən uzun boğazıdır. Bir dəqiqə. Mozambik. Bəli, dünyanın ən uzun boğazı Mozambik boğazıdır. Mozambik boğazı. Dünyanın Ən uzun boğazı. Ya bunu soruşacaqsınız dərsdə. Ola Qeydləri. bilsin. Ha, qeydləri oxu. Qeydlər bilirsən nədir? Silah deyə sənin üçün. Qeydlərin mahiyyətini dərk. İzahların hamısını götürmüşəm mən. Köçürdübsən? Eratosferə qədər gəlmişəm. Tutarama yad qabılar götürdüm. Yo, hamısını köçürməyə ehtiyac yoxdur. Nə edirsən ki? Mənim götürdəndə daha yaxşı yadımda qalır. Yəni özü əziyyət vermə, amma sənin necə rahatçı eləncə elə. Yaxşı? Və Ha. mənim sayıqların adı yadımda tez qalır. Ay sağ ol, Allah, lap yaxşı. Lap gözəl. Deməli dünyanın ən uzun boğazı. Biz sadə Mozambiki bundan sonra bəlkə bir 100 dəfə keçəcəyik, amma indidən ücə Mozambikin yerini nədir yadımızda saxladıq. Dünyanın ən uzun boğazıdır, Madagaskarı Afrikadan ayırır. İndi bax, Mozambikin bir dənə qərbinə bax, sol tərəfinə görəcəksən çay tökülür ora, Zambezi çayı. Zambezi. Ay sağ, çaylar da damara oxşayır da xəritədə, göy damar. Bəli. Zambezi. Bəli, deməli David Livingstone Kongo çayının hövzəsində oldu. Zambezi çayının hövzəsində oldu. Zambezində bir dənə dairəyə alaq. Aldım mən. Deməli daha sonra onun üstünə bax. Uzun şəkildə Nyasa gölü var bir dənə. Nyasa. Üstündə Nyasa gölü, bəli. Ay sağ ol dairəyə al. Onun üstünə bax Tanganyika gölü. Nə? Tanganyika. Elə Nyasa. Bəli, tapdım. Onu da sonra Afrika yazılan soruşursunuz. ay sağ ol. Deməli bu ərazilər nə edib? Bu ərazilərdə olub. David Livingstone. Deməli söhbət necə olur? David Livingstone gəlir Afrikaya. Afrikada xəstələnir. Düşür bir dənə qəbilənin əlinə. Avropalılar David Livingstone'dan heç bir məktub, heç bir xəbər ala bilmirlər. Və David Livingstone'un da ardınca Henry Stanley-ni göndərirlər ki, Henry Stanley də xristian missionerdir. Göndərirlər get David Livingstone'u tap. Stanley gəlir David Livingstone'u bir dənə qəbilədə ölümcül vəziyyətdə tapır. Və David Livingstone'u müalicə edib sağaldandan sonra Afrikada tədqiqatlarına bir yerdə başlayırlar. Aydındır? Bu da bunların oldu hekayəti. Deməli biz dünya səyahətində 3 dənə adamın adını saydıq. 3 dənə ekspedisiya dedik. İndi 4-cü ekspedisiyanı deyəcəyik, Rusların ekspedisiyası. Kruzişterindən Lisyanski. 1803-1806-cı ildə Rusların ilk dünya səyahətini başa vurublar. Kruzişterin Lisyanski. Kitabda qeyd olunur. Rusların ilk dünya səyahətini başa vurublar. Daha sonra Mikhail Beloslauzenlə Lazarevdə 1820-ci ildə Antarktidanı kəşf eləyiblər. Onlar da Rusdur. Beloslauzen, Lazarev. Prjevalski, Tianshanski Asiyada səyahətdə olublar.
Sonra bir dənə gəmi var. İngilislərin gəmisi vardı. Gəminin adı nədir? Challenger gəmisi. İngilis gəmisidir. Challenger gəmisi okeanlarda ekspedisiya başlayıb və beləliklə hansı elmin əsası qoyulub? Okeanologiya. Bəli. Ay, sağ ol. Dünyanın ən dərin yeri hansıdır? Acım. Dünyanın ən dərin yeri. Aha. Hansı çökəklikdir? Mən Sakit Okeanda da. Ay, malades. Marian çökəkliyi. Mariana. Bax, Marian çökəkliyini biz dedik ki, Challenger gəmisi ölçməyib. SSR-nin Vityaz gəmisi ölçüb. Bəli. Ay, sağ ol. SSR-nin Vityaz gəmisi ölçüb Marian çökəkliyinin dərinliyini. Amma Challenger ekspedisiyası ilə nəyin əsası qoyulub? Okeanologiya elminin əsası qoyulub. Bəli. Deməli orada yadda saxlayacaqsan Robert Peary Şimal coğrafi qütbün, Norveçli Raoul Amundsen və İngilis Robert Scott cənub coğrafi qütblərini fəth eləyiblər. Raoul Amundsenlə Robert Scott cənub coğrafi qütbün fəth eləyəndə qütblər də Antarktida ilə Arktikanın ən mərkəzində yerləşir də, ən soyuq, ən şaxtalı, ən dəhşətli yerlərində. Şaxta neçə dərəcə? 90 dərəcə. Təsəvvür elə ki, sağ ol, Amundsenlə Robert Scott ikisi də demək olar ki, yaxın ərazidə nə qururlar? Məntəqə qururlar. İkisi də eyni vaxtda ekspedisiya başlayırlar. Amma Amundsen çox bilmişliyinin hesabına Robert Scottdan qabaq çatır cənub coğrafi qütbünə. Düz bir ay qabaq. Deməli, Robert Scott itlərdən xizəyə qoşub istifadə edir və ölən itləri xizəydən ayırıb onların ətindən yeyərək və çoxlu spirtli içki qəbul edərək gəlib cənub coğrafi qütbünə bir ay tez çatırlar. 1911-ci ilin dekabrında Amundsen çatır. Bir ay sonra 1912-ci ilin yanvarında da İngilis Robert Scott çatır. Ay, sağ ol. Deməli, coğrafiya iki sahədən ibarətdir də. Fiziki coğrafiya və iqtisadi coğrafiyadan. Fiziki coğrafiyanın yaranması biz dedik bağlı oldu Eratosferin adı ilə. İqtisadi coğrafiyanın yaradıcısı isə Mikhail Lomonosovdur. 1760-cı ildə yaradıb. İqtisadi coğrafiya insanların təsərrüfatından bəhs elədiyi üçün İqtisadi coğrafiyaya Avropada və Amerikada nə deyəcəklər? İnsan coğrafiyası. Ay, sağ ol. Sonra deməli Azərbaycanda coğrafiya elmi inkişafı. Deməli, Azərbaycan xarici səyyahlar Azərbaycan haqqında məlumat veriblər də, düzdür? Bəli. Strabon Azərbaycan haqqında məlumat verib. Verilib. Ay, sağ ol. Qafqaz Albaniyası haqqında, Kür-Araz çayları haqqında 17 cildi kitabının 11-ci cildində Strabon məlumat verib. Eratosfen məlumat verib. Eratosfen yox, üzr istəyirəm. Ptolomey verib. Marco Polo biz dedik ki, bəli, Orta əsrlər dövründə İtaliyanın Venesiya şəhərindən olan səyyahdır. Heliosentrik qoymuş. O Nikolay Kopernik deyə. Bəli, mən çaşdım. Ya. Marco Polo İpək yolu ilə Avropadan Çinə, Hindistana gedib, o zaman Azərbaycandan da keçib. Afanasi Nikitin, o da rus olub. Hindistana gedərkən Azərbaycandan keçib bu haqqında məlumat verib. Alexander Dumas fransız yazıcı olub, Azərbaycan haqqında məlumat verib. Tur Heyerdalda biz dedik ki, Azərbaycan haqqında məlumat verib. Çünki Tur Heyerdal barədə biz tarixdə danışdıq. Mən bunu da öyrənəcəm, Azərbaycan coğrafiyanı inkişafı. Çox olacaq. Mən amma bir sadəlığım da olacaq. Qətiyyən problem deyil, saxlayarıq, neynə? Amma Azərbaycanı izah eləyək, gələn dəfə müasir dövrü götürürük. Bəli. Yaxşı? Yaxşı. Ay, sağ ol. Deməli, sonra Azərbaycanda məsələn Nizami Gəncəvi, Nəsrəddin Tusi, Əbdülrəşid Bakuvi, Hacı Zeynalabdin Şirvani bunlar da Azərbaycan haqqında məlumat veriblər. Deməli, Azərbaycan haqqında məlumat verənlər və Azərbaycanlı səyyahlar bizim olacaq növbəti dərsdən bir sonraki mövzumuz. Bəli. Deməli belə,
Bu keçdiyimiz dərslər haqqında test ataram sənə, yazarsan. Növbəti dəfə Allahın izni ilə müasir dövrü yaxşıca öyrənərsən. Böyük coğrafi kəşfləri təkrar eləyərsən. Bəli. Yaxşı? Yaxşı. Hə. Əlavə sualın var? Həm dərsdə necə idim? Dərsdə əla, super. Bağlayırsan deyirsən coğrafiyanı götürmürəm müəllim. Da nə istəyirsən? Mən bəzən qatışdıram adları. Mən qatışdırıram, Allah sənə kömək olsun. 11 ildir coğrafiyanın içindəyəm. Biz professor... Mən öyrətmişəm mükəmməlliyi. Yox, biz insan ideal deyil. İdeala yaxın ola bilər ya, olacaq da inşallah, amma ideal deyil də. Kompüter beyin deyil ki bizim beynimiz. Bizim haqqımızdır qatışdırmaq. Zaten qatışdırmalıyıq ki, öyrənək. Bəli. Ha, əlasan, yaxşısan, inşallah Allahın izindən daha yaxşı olacaqsan. Deməli, mən ən yaxşını, ən superi sənə deyəcəm, qəbulda Allah qoysa yüksək nəticə göstərəndə. İnşallah müəllim. Allahın izni ilə.